İndi bizə nə deyir? 4x3 və 433. Kəsrində x-in yerinə hansı rəqəmləri yazdıqda düzgün kəsr olar? İndi durub mən nə bilim hansı? 4 sürətin məxrəcdən nə olmalıdır? Düzgün kəsir deyir. Düzgün deyirsə, deməli sürət məxrəcdən nə olmalıdır? Kiçik olmalıdır. 433. İndi 4'lər getdi, 3'lər getdi. 2, 1, bir də neçə arada neçə ola bilər? 0 ola bilər. Düz deyilmi? Bəli. 2, 1, 0. İndi bizə nə deyir? X-in hansı qiymətlərində? 2, 1, 0 qiymətlərində. İndi 4x3, 473 düzgün olmayan olar. Düzgün olmayan deyirsə, sürət məxrəcdən nə olmalıdır? Böyük olmalıdır. Bir də nə olmalıdır? Bərabərdir olmalıdır. İndi 4'ləri artdım, 3'ləri artdım. X 7'dən nə olur? Böyük olur. 7'dən böyük 8, 9. X bir rəqəmlidir da. Bir rəqəmlilər yazdım da. 8 ilə 9. 2 rəqəmli yaza bilmərəm axı. 12 rəqəmlidir. Sonra 6x4 bir də neçə ola bilər? 7'nin özü də ola bilər də. Bərabərdir var. Elə? 6x4 bir də 674. Düzgün olmayan olsun. İndi düzgün olmayan deyəndə nə edəcəyik? 6x4'ü böyük bərabərdir. Nə götürəcəm? Sürət məxrəcdən nə olmalıdır? Sürət məxrəcə bərabərdir olmalıdır. Bir də sürət məxrəcdən böyük olmalıdır. Sürəti məxrəcdən böyük götürdüm. Bir də bərabərdir götürdüm. İndi 6'ları atıram, 4'ləri atıram. X böyükdür, bərabərdir 7. Bərabərdirsə 7'nin özü daxildir. 7'dən böyük 8, bir də 9. Vəssalam. Sonra A-nın hansı ən kiçik natural qiymətində A bölünsün 18 düzgün olmayan kəsirdir? Düzgün olmayan deyir. Sürəti məxrəcdən nə götürməliyəm? Böyükdür, bərabərdir 18. 18 daxildirmi? Bəli. 18'dən böyük hansı daxildir? 19, nə bilim. Düz sonsuzluğa kimi nə olur? Gedir. Və bizə deyir ki, hansı ən kiçik natural qiymətində? Ən kiçik hansıdır? 18'dir. İndi A bölünsün 23 kəsri A-nın ən kiçik natural qiymətində düzgün olmayan kəsirdir. İndi tapın görək. 23'dür. 23 bir də 24 müəllimə. 23'dən başlayır da. Aha, Ən 23'dən kiçiyi başlayır. Ən kiçiyi də 23 olacaq da. Düz deyilmi? Düzgün olmayan deyir. İndi 8 bölünsün A kəsri düzgün olmayan kəsirdir. A-nın ən kiçik A-nın hansı ən kiçik natural qiymətində? Düzgün olmayan kəsirdir. 7. Niyə? 8 böyük bərabərdir. Nə götürürük? 8'in özü də daxil deyilmi? Daxildir. Düzgün olmayan deyir. İndi 11 bölünsün A. Ən böyük natural qiymətində düzgün olmayan kəsirdir. A-nın hansı ən böyük natural qiymətində? 11. 11 böyük bərabərdir. Nə götürürəm? A. A da kiçik bərabərdir. Neçə olur? 11 olur. 11'in özü daxildir. Ən böyük qiymətində. Və A-nın hansı ən kiçik natural qiymətində düzgün olmayan kəsirdir? 13. Yox. 13 böyük bərabərdir. Nə götürməliyəm? Hə? A götürməliyəm. Burada A kiçik bərabərdir 13 deyilmi? Ağzı yumuq tərəf A'ya doğrudur da. Mən də A-nı bu üstə yazdığıma görə belə yazdım. İndi A-nın ən kiçik qiymətində. A nədir? 13'dən nədir A? 13'dən nədir A? Kiçikdir. 13'dən kiçiklər hansılardır? 13'ün özü daxildir. Bərabər də olduğuna görə 12 düz ta ki neçəyə kimi?
1-ə kimi. Sən kiçik Beş mi? natural qiymətində. 1. 1 qiymətində. 18 Ay, bölünsün A kəsri A-nın ən kiçik natural qiymətinin düzgün kəsri olar. Düzgün kəsri olar deyir. Düzgünsə surət məxrəcdən nə olmalıdır? 19. olmadı. Kiçik olmalıdır. Nədən? A-dan. İndi A 18-dən nə olur? A 18-dən nə olur? Böyük olur. 18-dən böyük hansıdır? 19, 20, düz ta ki sonsuzluğa kimi. Hansı ən kiçik natural qiymətində? 19, bəli. Bu birisi səhifəni atmışam mı? Səhifə 39-u. Səhifə 39 atmışam mı? Bəli, bəli, atmısınız. İndi bizə deyir ki, 2n plus 5 bölünsün 8 düzgün kəsr olar. N-in hansı natural qiymətində? N-in hansı natural qiymətində? İndi düzgün kəsr deyirsə, sürət nədir? Kiçik olmalıdır məxrəcdən. Kiçik olmalıdır. Nədən? Məxrəcdən. 2n kiçikdir 3-dən. Üstəgələk aşağıda çıxma olur. 8-dən 5 çıxıram. 2n kiçikdir 3-dən. Vurma da aşağıda bölümü olur. 3-ü də 2-yə bölürəm. N də kiçikdir. Nədən? 1,5-dən. 1,5-dən kiçik hansı ədədimdir? 1. Aha, 1. Hansı natural qiymətində? 1 qiymətində. 3n plus 4 böl 9 hansı natural qiymətində kəsri düzgün kəsri olar? Neyəcəm? Dəyişən hardadır? Hərf hardadır? Surətdə. Surət hərf hardadırsa birinci hərfi yazın. Surəti məxrəcdən nə götürməliyəm? Düzgün kəsr deyir. Kiçik götürməliyim 9-dan. 3n kiçikdir. Üstəgələk aşağıda çıxma olur. 3n kiçikdir. 9-dan da 4, 5. Vurmadı. Aşağıda bölümü olacaq. 5-i 3-ə bölürəm. N kiçikdir. 1,3-dən neçədən? 2-dən. Elə? 1,3-də 2-dən kiçik hansıdır? 1 deyilmi? Hansı natural qiymətində? 0 qoymaq olmaz. 0 natural deyil. Gətirək indi yerinə qoyaq, yoxlayaq. 3, n-in yerinə 1 qoy. 3 vurub 1 plus 4 böl 9. 9-da 7, bəli. N-in 1 qiyməti. İndi deyir ki, 8 bölünsün 4n plus 1. N-in hansı natural qiymətində düzgün olmayan kəsr olar? Birinci hərfi yazırsınız. Birinci hərf olan yeri yazırsınız. Düzgün olmayan deyir. Məxrəc surətə nə olmalıdır? Bərabər olmalıdır. Və surət də məxrəcdən nə olmalıdır? Böyük bərabər. Və kiçik bərabər. Aha, surət 8-dir. Məxrəcdən böyük olmalıdır və bərabər olmalıdır. 4-ün kiçik bərabərdir 7-dən. Vurma da aşağıda bölümü olur. 7-ni 4-ə bölürəm. En kiçik bərabərdir. 1,4-də 7-dən 4 çıxıram 3. 1,4-də 3 1-dir. 1,4-də 3-dən natural deyir axı. Ona görə 1,4-də 3 daxil deyil. 1 daxildir. İndi yerinə qoyaq. 4 vuraq 1 plus 1 böl 8. 5-də 8. Bəli. N-in hansı qiymətində? 1 qiymətində. İndi bunu özünüz eləyin. 9 bölünsün. Müəllimə, bunu hesablamamış. Özümüzdən qiymət qoya bilərik. Məsələn, 4 o özünüzü çətinə salırsınız. Ancaq birdən də elə qiymət verə bilər ki, 100-ə kimi qiymətlər qoya bilməzsiniz axı. 100A plus 6 verə bilər. İndi burada necə eləyəcəyik? A-nın hansı natural qiymətində kəsri düzgün olmayan kəsr olar? Düzgün olmayan kəsr olar. Düzgün olmayan. 2A üstəgəl 6 9-u da yazıram. 9 böyük bərabər. Bir A plus 6 kiçik bərabərdir 9-dan. Yəni 2A məsəl sürətdən nə olsun? Kiçik olsun. 2A üstəgəl 6 yox. A 1-dir. Aha.
A neçədir? 1-dir. Bir. Sonra bizə deyir ki, 10 bölünsün n, 10 bölünsün n çıxılsın 4, 8 bölünsün 2n çıxılsın 1, 6 bölünsün n, 12 bölünsün n plus 2, 15 bölünsün 2n çıx 3. Hansı natural ədəddir? Natural ədəddir deyir. Hansı natural ədəddir deyir. İndi gəlin baxalım. N'in hansı natural qiymətində kəsrin qiyməti natural ədəddir? Hamısında nə olsun? Natural olsun. N'in hansı natural qiymətində? Onun nəyini götürəcəm? Hansı ədədlərə bölünür? 1-ə, 2-yə, 5-ə, 10-a. Bəs onun bölənləri neçədir? Onun bölənləri neçədir? İndi bunu götürdük. Bu getdi. İndi 10 n minus 4. Onun bölənləri neçədir? 1, 2, 5, bir də 5, onun 10. özü. İndi n'in yerinə neçə qoysaq onun bölənləri olar? 1 qoysaq olmur. 2 qoysaq İki ilə natural beş. olmur axı, mənfi olur. Heç yox. Düzdür. Elə eləməli ki, 6 1 olsun. qoysaq müəllimə, 6. 5 qoysaq. 6-dan 4-ü. Elə 5 qoysaq. 5-dən 4 çıxanda 1, 11-ə bölünür. Aha, sonra neçə qoymalıyıq? 6 qoysaq 6 qoysaq bölünür. 2, onu da 2-yə 5. Aha. Sonra 9 qoysaq, 9-dan 4 çıxanda 5 bölünür. 5. Sonra 14 qoysaq bölünürmü? 14-dən 4 Xeyr. çıxanda Hə, 10 10, eləyir, 10, 10 da ona. bölünür. Yəni ki, belə olmalıdır. Başa düşdünüzmü? Necə eləyirik? Sonra o birisilər də həmçinin o qayda ilə elənir. İndi bizə nömrə 7-də bizə deyir ki, 4a kvadratı plus 6a plus 7 ifadəsinin qiyməti cüt ədəddir. A-nın hansı qiymətində? A-nı bilirikmi? Bilmirik. Bir dəfə tək qoyaq, bir dəfə cüt qoyaq. Deyir ki, cüt ədəd olsun. Nə olsun? Cüt olsun. A-nı bilirikmi? Bilmirik. Ən kiçik qiymət tək ədəd neçədir? 1-dir. Gəl 1 qoyaq. 4 vurulsun. 4 1-in kvadratı 1 plus 6. Bunun arasında vurulma var. 1 plus 7. vurduq 1-ə 4. O da 6, kvadratı 17. 17 necə ədəddir? Tək. Cüt oldu mu? Olmadı. 1 ödəmədi. İndi 2 qoyaq. 4 vurulsun 2-nin kvadratı. 6 vurulsun 2 plus 7 bərabərdir. 2-nin kvadratı 4. 4 vuraq 4. 16. 6 vuraq 2. 12 plus 7. 16 plus 19. 35. 5, 35. 35 necə oldu? Tək oldu. Bəs niyə cüt olmadı? Cüt ədəd. A-nın hansı qiymətində? Cüt ədəddir. Cüt ədəddir deyir. Müəllim 16 üstə gəl 12 28 sən düzdür. Düz elədi yaxı. Düzdür. Cüt ədəddir deyir. Bu kitabda da səhvlik ola bilər. Gəl o birisinə keçsək görək. Ancaq bəzi yerlərində səhvlik var. İfadəsinin qiyməti tək ədəddir. Gəlin 1 qoyaq. 1-in kvadratı plus 1 plus 8 10 elədi. Bu necə oldu? Cüt oldu. Cüt oldu. İndi 2 qoyaq. 2-nin kvadratı bir dəfə də cüt qoyaq. Görək cüt olurmu? 2 plus 8 4 plus 10 elədi 14. Hansı qiymətində ödədi? N'in 2 qiymətində nə oldu?
Burada da cüt oldu da. A, bunun İçində də yerlərini cüt müəllimə. dəyişib yazıbdır. Bunun yerlərini dəyişib yazıbdır. Bununla bunun yerlərini səhv veriblər. Bəzi misallarda deyirəm də səhvlik var. İndi nömrə 8-ə baxağın. Nömrə 8-də nə deyir? Qarşı ədədə çevirin. 17-də 36-nı. Qarşı ədədə çevirin. Necə eləyəcəyik? 36-nı nəyə böləcəm? 17-yə. 2 dəfə 17, 34, 2. İndi nə olacaq? 2 nədir? 2 tam 2 də 17-də 2. nədir? Qalıqdır. 2 Tamam, kəsrin evet, qabağında 17-də neçə olur? 2 olur. İki. Deməli, nömrə İndi bunu 8 ilə nömrə 8 ilə nömrə 9-u evə götürün. Nömrə 8 ilə nömrə 9-u evə götürün. Müəllimə cavab elə 2 tam 17 2 olaraq qalır, hə? Daha hesablamıram Vəssalam, məsələn. qarşı kəsirdir. Vəssalam. Bizə dediyi qarşı kəsirə çevirin. Qurtardı getdi. Nömrə 8 ilə 9-u evə götürün. Onluq kəsirlərdə gələn dərs izah eləyəcəm. Yaxşımı? Bu adi kəsirlərdən də canımızı qurtarağın. Keçəyim başqa mövzuya. Yaxşı, müəllim. İndi MHM keçəcək müəllimə. MHM İndi keçirik saat indi. 11-də, saat 11-də MHM olacaq, hə. Biraz da mən 5 dəqiqədə dincəlim. Hə, Sabah gedin, deyil. yaxşı müəllimə. Yaxşı. Sağ olun. Oldu, sağ ol. Sağ olun.